Piyələnmə artıq günümüzdə səssiz epidemiya adını almaqdadır. Nədən? Hər kəs kökəldir, piyələnir, amma daxildə hansı proseslər gediyinin çox da fərqinə varmır. Qadınlar daha çox kişilərə nisbətən piyələnmədən əziyyət çəkir. İnsanlar o zamanlar köklüyü sağlamlıq sayırdılar, piyələnməni sağlamlıq sayırdılar. Artıq səkidən əziyyət çəkən dövlətlərin siyasətində isə ölkəmiz ilk onluqdadır. İnsan təkarrüfləmir, eyni zamanda sağlamlaşmanı əldə edir. Dünyada bariatrik metabolik cərrahi elm arenasına bir kiçik də olsa bir damla da olsa bir töhfə verdik. Əqli mülkiyyət patenti əldə etdik. Miami'də keçirilən Dünya Bariatrik Cərrahlar Konqresində bizim metodikanın birinci bəndi olan daha dar və daha kiçik mədənin daha yaxşı effektiv arıqlatmaya səbəb olacağı konsensusu qəbul olundu. İsmail rayon Diyallı kəndinin anadan olmuşam 1980-ci ildə. Uşaq yaşlarından ailədə həkimlərimizin olduğundan dolayı həkim olmağa qarşı xüsusi bir istəyim formalaşmışdı. Ailə üzvlərimin də müəyyən təkidlərinə baxaraq mən tibb təbabəti seçdim. Hər zaman bir özümün düşüncəm var idi. Təbabətin ən aktiv sahələrindən olan, ən uğurlu sahələrindən olan, daima irəli gedib yenilik axtaran cərrahilə hər hansı bir yeni bir bölüm yaratmalıyam. İlk addımlarımız 2009-cu ildə başladı cərrahiyyədə bu yeni ideologiyanın formalaşmasında. Konferansların birində Türk Bariatrik Cərrahi Dərnəyinin sədri ilə tanış olduq. 2009-2013-cü illərdə dünyada bu sahədə bariatrik metabolik cərrahi sahəsində görülən işlər, bu işlərin avantajları, özünün çatışmayan cəhətləri bunları araşdırmaq idi və 2012-ci ildən ölkəmizdə bu əməliyyatları eləməyə başladı. Bariatrik metabolik cərrahiyyə aşırı piyələnmədən əziyyət çəkən insanları arıqlama və eyni zamanda piyələnmənin özü ilə yaratdığı yanaş gedən xəstəliklərdə sağalmanı əldə etməkdir. Yəni insan tək arıqlamır, eyni zamanda sağlamlaşmanı əldə edir. Piyələnmənin yaratdığı yanaş gedən xəstəliklərdə çox ciddi şəkildə sağalmalar əldə edir ki, bunların başında gedənlərdən birincisi ikinci tip şəkərli diabet, ürək-damar sistemi risklərinin aradan qalxması, piyələnmə həqiqətən də ölkəmizdə də çox ciddi şəkildə qarşısı alınmaz bir problemə çevrilibdir. İnsanlar o zamanlar köklüyü sağlamlıq sayırdılar, piyələnməni sağlamlıq sayırdılar. Amma elmi səviyyədə anladılar ki, köklük piyələnmə sağlamlıq demək deyilikmiş. Birinci mərhələ köklük mərhələsidir. Biz o mərhələdə sağlam qidalanma ilə, sağlam həyat tərzi ilə, özümüzün aktiv idman rejimimizlə, aktivliyimizlə bu prosesin qarşısını ala bilirik. Çox təəssüf ki, ikinci, üçüncü dərəcəli piyələnmədə, ki mən hətta aşırı piyələnmədən danışmıram, terapevtik tədbirlər, sağlam qidalanma, sağlam həyat tərzi çox da effektiv olmaya bilir. Bu zaman son çarə olaraq gündəmə gələn bariatrik metabolik cərrahiyyədir. Biz o pasiyentləri çalışırıq əməliyyat eləyək ki, onlar bu əməliyyatın onlara hansı müalicəvi effekt verəcəyini özləri elm olaraq anlayırlar. Bəli, bu mənim sağlamlığıma yönəlmiş bir əməliyyatdır. Mənim endogen metabolizm düzəldiyindən dolayı da mən artıq çəkilərimi itirəcəm. Amma müəyyən qrup pasiyentlər də var ki, o pasiyentlər sadəcə olaraq müəyyən paltar əyinlərinə gəlsin, filan kəs daha arıqdır, mən nədən arıq deyiləm və ya yolda ailə üzvləri tərəfindən bəyənilməyən pasiyentlər ola bilir ki, onlar heç də çox da ciddi piyələnmədən əziyyət çəkmirlər. Onlar sadəcə olaraq idmanla, diyetlə, öz artıq çəkilərindən itirib öz sağlamlığına qovuşa bilərlər. Əməliyyat son çarədir. Amma belə pasiyentləri biz çalışırıq hər zaman düzgününü tövsiyə edək və onları endokrinoloqa və diyetoloqa yönləndirək. 80-90 kiloqramlıq bir pasiyentin əgər boyu 1.60-1.65 isə biz bunu niyə əməliyyat eləyək ki? Bu insan sadə bir diyetə ilə öz sağlam çəkisinə qovuşacaq. Amma boyu 1.65 olub 860, 170, 180 kiloqram olan bir insanı da diyet ilə hara qədər apara bilərik ki? Yeni başlayan əməliyyatlar haqqında müəyyən dövr ərzində miflər, nağıllar, əsatirlər formalaşa bilir. Yəni siz o insana sual versəz ki, hardan bilirsiniz bunu? Ortaya qoyacağı heç bir elmi mənbə yoxdur. Biz onlarla mübarizə aparmağın elmi yolunu seçirik.
bu işi qurandan 2 il ərzində demək olar ki, əməliyyat edə bilmədik. Təsəvvür edin, biz bu əməliyyatı edirik desək də belə, piyləmədən əziyyət çəkən pasientlərimiz müraciət edirdi. Biz onları birinci növbədə inandırmalıydıq, çünki heç olunmayan bir əməliyyatdır. İnandırırdıq. İnandırmadığımız, bizi inanmayan pasientlər olurdu. Çox maraqlı suallar verirdi. Mən heç unutmayacağam o sualları ki, doktor, bu əməliyyatı indiyə qədər heç eləmisinizmi? Dedim ki, xeyr, birinci siz eləyəcəm. Heç kim birinci olaraq özün bizə etibar eləmək istəmirdi və mən onları da normal qəbul edirəm. 2012-2013-cü ildə təsəvvür edin ki, biz cəmi 8 pasiyent əməliyyat eləmişik. 2013-cü ildə Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasını qurduq. Assosiasiya artıq 2014-cü ildə Dünya Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Assosiasiyası, yəni İFSO tərəfindən Brüsseldə qəbul olunduq. 2017-ci ildə Tibb Universitetində tədris vəsaitinə və tədris prosesinə bariatrik metabolik cərrahiyyə daxil edildi. Yerli həkimlərimizin istər intellektual, istər elmi, istər praktik fəaliyyətini artırmaq yönündə də bir çox işlər görmüşük. Biz gördüyümüz işlərin beynəlxalq arenada, beynəlxalq elm, cərrahiyyə müstəvisində də təmsil olunmasına can atırdı. 2013-cü ildə İstanbulda keçirilən Dünya Bariatrik Metabolik Cərrahlar Konqresində ilk tezis, abstrakt çıxışımız oldu. Amma 2015-ci ildə Viyana şəhərində keçirilən 15-ci Dünya Bariatrik Metabolik Cərrahlar Dərnəyinin beynəlxalq konfransında artıq biz öz ilkin nəticələrimizi yayımladıq. Bu ilkin nəticələrimiz o qədər maraqla qarşılanmışdı ki, bir neçə ay sonra bizə məktub gəldi mailimizə və biz abstraktı məqalə şəklində yayımladıq Avropa dövlətlərində. 2017-ci ildə Londonda keçirilən Dünya Cərrahların Konqresində ölkəmiz, Ölkə Bariatrik Cərrahisi Dərnəyimiz təşəkkür sertifikatı ilə təltif olundu. Onlar söylədilər ki, Türkiyə, İran və Rusiyanın son 15 ildə keçdiyi bariatrik metabolik cərrahiyyə formalaşmasında keçdiyi yolu siz yaxın 4 il, 5 il ərzində öz ölkənizdə artıq təmsil edib çatmısınız. 2018-ci ilə qədər Qafqaz dövlətlərində və Xəzəryanı dövlətlərdə Dünya Bariatrik Assosiasiyasına üzv olan tək və yeganə assosiasiya idi. İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin təlimçisi, yəni bariatrik metabolik cərrahiyyə üzrə eğitimçisiyəm. Avropa Piyələnmə ilə Mübarizə Assosiasiyasının ölkəmizdə təmsil olunan rəsmi qurumunun ekspertlərindən biriyəm. Dünya Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Assosiasiyasının daimi üzvlərindən biri. Bir neçə gün öncə dərnəyimizin 10 illik tədbirinin həyata keçirdik və dərnək üzvlərinə Dünya Bariatrik Cərrahlar Assosiasiyasının sertifikatları təqdim olundu. Ölkədə ilk cərrahi dərnəkdir ki, milli cərrahlarımız bu dərnəyə üzv olduqdan sonra onlar avtomatik olaraq Dünya Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Assosiasiyasına üzv olmuş hesab olunurlar. Tələbələrimizdən Tibb Universitetində birinci yerə, fakültə üzrə birinci yerə çıxan, fakültə üzrə ikinci yerə çıxan, ardıcıl olaraq kiçik elmi işlər aparan tələbələrimiz oldu. Artıq onlardan ikisi Avropa dövlətlərində, biri bariatrik cərrah, biri isə cərrah olaraq çalışır. Burada öyrənmiş standartları Avropa dövlətlərində tətbiq edib və orada o statusu almaq demək ki, biz işimizi düzgün qurmuşuq. Ölkə daxilində bir çox tədbirlər həyata keçirdik. Ölkə daxilində 7-dən çox beynəlxalq professorların iştirakı ilə beynəlxalq professorların gəlişi və çıxışı ilə böyük konfranslar təşkil etmişik. Ölkəyə gətirilən beynəlxalq tibbi konfranslar və tibbi professorların gəlişindən dolayı 2019-cu ildə Azərbaycan Turizm Agentliyi tərəfindən elm səfiri sertifikatına layiq görülmüşük. Dünyada bariatrik metabolik cərrahi elm arenasına bir kiçik də olsa bir damla da olsa bir töhfə verdik. Mədənin boylama rezeksiyası əməliyyatlarında yeni metodikanın formalaşması ilə bağlı oldu. Ölkəmizdən kənarda da ciddi səs-küyə səbəb olmuşdu. Dünya İntellektual Əqli Mülkiyyət Agentliyi tərəfindən biz ora müraciət elədik bununla bağlı olaraq. Onlar 8 ay ərzində dəyərləndirdilər və əqli mülkiyyət patenti əldə etdik. 2018-də Avra-Asiya Patent Bürosu tərəfindən rəsmi olaraq bariatrik metabolik cərrahiyyə sahəsində tətbiq etdiyimiz yeni metodika ilə bağlı olaraq patent əldə etdik. Bizim tətbiq etdiyimiz metodika mədənin boylama rezeksiyası, yəni sleeve qastrektomi əməliyyatının daha aqressiv formasının formalaşdırılmasıdır. Daha uzun müddətə və daha çox çəki vermək. Mədənin boylama rezeksiyası digər bariatrik metabolik cərrahi əməliyyat prosedurları içərisində anatomiya və fiziologiyanı pozmayan yeganə əməliyyatdır. Daha kiçik mədə, daha dar mədə olduğundan dolayı bir çox fəsadlar verə bilər deyənə biz o fəsadların qarşısını ala biləcək ikinci bir metodika formalaşdırdıq. 2022-ci ilin avqust ayının sonunda Miami'də keçirilən Dünya Bariatrik Cərrahlar Konqresində bizim metodikanın birinci bəndi olan daha dar və daha kiçik mədənin daha yaxşı effektiv arıqlatmaya səbəb olacağı konsensusu qəbul olundu. 200 kiloqramın üzərində olan bir neçə pasiyentimizdə çox ciddi şəkildə arıqlamalar əldə etmişik ki, hansı ki o pasiyentlərə mütləq şəkildə bu göstəricilərdə biz
daha fərqli bir əməliyyat eləməliydik. Nəinki biz, bir çox dünya dövlətləri artıq bu metodikanı formalaşdırırlar. Aşırı piyələnmədən əziyyət çəkən pasientlərə demək olar ki, son 5 ildə ancaq bu metodikanı formalaşdırmışıq. Ölkəmizdə 11 mərkəzdə, 11 xəstəxanada bariatrik metabolik cərrahi əməliyyatlar aparılır. 5600 pasiyent bu 10 il ərzində bu 11 mərkəzdə işləyən cərrahlar tərəfindən əməliyyat olunaraq öz sağlamlığına qovuşub, aşırı piyələnmədən və aşırı piyələnmənin özü ilə gətirdiyi yanaşı gedən xəstəliklərdən qurtulmuş hesab edilib. Birinci pasiyentimiz xanım pasiyenti idi. 154 kiloqram çəkisi var idi. Hal-hazırda pasiyentimiz 74-78 kiloqram arasında çəkini qoruyaraq 10-cu ilini başa vurur. Əməliyyatdan sonraki xüsusən ilk bir ay dövr bizim üçün çox çətin və keşməkeşli oldu. Pasiyentin qidalanmasının formalaşması, yeni pəhriz rejiminə öyrənməsi müəyyən bir zaman alırdı, bizi yorurdu. O 154 kiloqramlıq xanım ölkəmizin səhiyyəsində bariatrik metabolik cərrahiyyə bölümünün ilk əməliyyatı idi. Multidisipliner komanda kimi endokrinoloq, diyetolog, mən və digər komanda üzvləri olaraq pasiyenti izləyirik. Bir il ərzində dinamik müşahidə saxlayırıq və bu müddət ərzində ailə üzvlərindən müəyyən bir isti bağlar, mehribançılıq, müəyyən bir dostluq əlaqələri yaranır. Ən gənc pasiyentimiz 15 yaşında 137 kiloqramlıq bir oğlan pasiyentimiz idi. Hormonal problemləri olan bir pasiyent idi və əməliyyatdan 4 il sonra tam təsadüf nəticəsində bir mərkəzlərin birində qarşılaşdıq, görüşdük və bir nəfər salam verdi. Özümə də mənə maraqlı gəldi. Adını çəkdi, mən filan kəsəm. Yəni, o qədər ciddi şəkildə dəyişmişdi. Məsələ sadəcə arıqlama deyildi. Piyələnmənin 15 yaşında gənc bir insanda verdiyi problemlərin arıqladıqdan sonra aradan qalxması və o pasiyentin boyu, o pasiyentin hormonal problemlərin olmamasından dolayı yaranmış sağlam görüntü idi. Bizim 20 yaşında 162 kiloqramlıq gənc bir pasiyentimiz idi. Pasiyenti əməliyyat elədiyimizdən sonra dövrdə pasiyentimiz 72-74 kiloqram arasında hələ də öz həyatını artıq 7-ci ildir. Və bir gün bir zəng gəldi ki, doktor, bəs zəhmət olmasa Daxili İşlər Nazirliyində bir forum doldurmalısınız. Nə ilə bağlı? Dedilər, filan kəsin əməliyyatı ilə bağlı. Niyə? Adam müraciət edir şəxsiyyət vəsiqəsini dəyişməyə və müraciət əsasında deyirlər ki, sən əvvəlki şəxsiyyət vəsiqəsində olan insan deyilsən. 200 kiloqramlıq bir insan bir ildən sonra sizin qarşınıza 80 kiloqramdan çıxsa, əlbəttə siz belə onu tanımarsınız. 2014-cü il idi. Pasiyentimizin əslində çəkisi çox deyildi. Pasiyentimiz 144 kiloqramlıq, 1.53 boyu olan bir pasiyentimiz idi. Ciddi hormonal problemləri var idi. Xanım pasiyent olmasına baxmayaraq, uzun müddətli ailə həyatı olmasına baxmayaraq övladı olmurdu. İkinci tip şəkərli diabet, qaraciyər yağlanması, dishormonal problemlərdən dolayı yaranmış sonsuzluq. Laparoskopik əməliyyatlar, hansı ki qapalı yolla biz əməliyyatlar aparırıq, bu əməliyyatlar müəyyən portlar vasitəsilə, keçici portlar vasitəsilə aparılır. Bariatrik əməliyyatlarda o portlar normal standart insanlarda hesablanan portlardan daha uzun hesablanır. Çünki abdominal piy toxuması çox olur. Hətta normal standartdan çox olan portlar belə o xanımda qarın boşluğuna gedib çatmaqda bizə kömək eləyə bilmədi və orta əməliyyatımızın müddəti 4 saata qədər uzandı. Pasientlərimiz əməliyyatdan 6-8 saat sonra avtomatik olaraq qalxıb gəzir. Bu dünyanın protokoludur, mütləq qaldırıb gəzdirilməliyik. Aşırı piyələnmədən əziyyət çəkən ölkələrin siyasətində ilkdə gedən dövlət Amerika Birləşmiş Ştatları. Artıq çəkidən əziyyət çəkən dövlətlərin siyasətində isə ölkəmiz ilk 10-luqdadır. Kişilərin sayı onun 1-ə nisbətindədir. Qadınlarımızın isə sayı çoxdur. Kişilərdə bu əməliyyatlarımızın aparılması bəzən də çox çətin ola bilər. Demək olar ki, 170 kiloqramdan aşağı kişi pasiyentin mənim şəxsi təcrübəmdə mən əməliyyat eləməmişəm. Hal-hazırda rayonlarımızın birində bir pasiyentimiz var. Mən ona gəzən canlı əfsanə deyirəm. 287 kiloqram çəki ilə gəzir. Əməliyyata hazırlayırıq. Qadınlar daha çox kişilərin nisbətən piyələnmədən əziyyət çəkir. İkinci nisbət burada tək piyələnmə deyil də boy çəki nisbətidir. Qadınlarımız orta və alçaq boylu olduğundan dolayı 1.50 boyunda olan bir xanımın 100 kiloqramı artıq çəkidir. Amma 1.80 boyunda olan bir bəy üçün 100 kiloqram heç də artıq çəki hesab olunmaya bilir. Qadınlar əlüstü yeməklərə və şirniyyata daha çox həssasdırlar və hərəkətləri kişilərə nisbətən daha azdır. Əlbəttə ki, burada cinsi hormonların, xüsusən testosteronun da müəyyən dərəcədə rolu var. Əməliyyatdan qabaqki dövrdə qidalandığı kimi qidalana bilirlər. Bir şeydən başqa sintetik karbohidratlar, un məhsulları və qənnadi məhsullarından uzaq durmağı tövsiyə edirik onlara. O pasiyentlər zaten 2-3 tikə yemək yedikdən sonra onlarda doyma hissi, toxluq hissi əmələ gəlir. Qidalanmamıza diqqət edəcəyik, sağlam qidalanacağıq, həyat tərzimizi sağlamlaşdıracağıq. Yarım fabrikantlardan, sintetik karbohidratlardan, fast foodlardan uzaq duracağıq. İdman, hərəkət bizim ən birinci amal prinsiplərimizdən biri olmalıdır. Belə işlər.